Bugünkü xütbəmizin mövzusu məzhəblər haqqında olacaqdır. Məzhəblərə nə üçün ehtiyac vardır? Biz mütləq məzhəbdə olmaq məcburiyyətindəyikmi? Məzhəbi dəyişmək olarmı? Və bir də məzhəbsizlik fəsaddırmı? Günümüzün aktual məsələlərindən olduğu üçün və bir çox insanın zehnini qarışdıran məsələlərdən olduğu üçün bu məsələlərə aydınlıq gətirmək istəyirik bugünkü xütbəmizdə inşallah. Əziz qardaşlar, məzhəb kəlməsinin mənası yol deməkdir. Bəs necə olur ki, insanların bir məzhəbə, bir yola özlərinə ehtiyac hiss edirlər? Çünki insanlarla dini mətinlər arasında bir məsafə vardır və bu məsafənin arasını daraltmaq üçün alimlərin görüşünə ehtiyac vardır, dolayısıyla məzhəblərə ehtiyac vardır. Məzhəblərin varlığının əsas səbəbi ondan ibarətdir ki, dindəki bütün məsələlər 2 + 2 bərabərdir 4 səviyyəsində deyildir. Mütləq alimlərin açıqlamasına da ehtiyac vardır. Bəzən hədis gətirilir, səhih hədis olduğu halda sən bunun əksi ilə əməl edirsən deyərək ittiham olunur qarşı tərəf. Amma bu məsələ sadəcə bu kəlmələrlə bitmir. Yəni bu dərəcədə sadə məsələ deyildir əziz qardaşlar. Dindəki hər məsələ ixtilaflı deyildir. Dində bəzi məsələlər vardır ki, asan anlaşılan məsələlərdir. Məsələn, donuz ətinin haram olması, içki içmənin haram olması, faloqları, insan öldürmək və s. bu kimi məsələlər üzərində heç bir ixtilaf yoxdur. Dolayısıyla bu məsələlərdə heç bir məzhəb yoxdur. Dində bir çox məsələlər vardır ki, o məsələlərdə ixtilaf yoxdur, amma bəzi təfərrüatlara endiyimiz zaman orada fərqli fikirlər meydana gəlir. Fərqli ictihadlar ortalığa çıxır. Bir şey də qeyd edeyim ki, dəyərli qardaşlar, dində bütün məsələlər ixtilaflı deyildir. Əgər hər ikisini müqayisə etsək, dində ixtilaflı olmayan məsələlər ixtilaflı olan məsələlərdən daha çoxluq təşkil edir. Bəs ixtilaf nə üçün vardır? Maraqlı sualdır və hər kəsin zehnini məşğul edən bir sualdır. Dəyərli qardaşlar, ixtilaf sadəcə dinə məxsus olan bir xüsusiyyət deyildir. Bu, dünyəvi elmlərdə də belədir. Məsələn, siz fizika elmini öyrənmək istəsəniz, bir müəllimin yanına geçsəniz ki, mənə fizika elmini öyrədin, o sizə o günə qədər fizika elmində məzhəb qurmuş alimlərin fikirlərini sizə bildirəcəkdir. Məsələn, sizə Newton fizikasından danışacaqdır, kvant fizikasından danışacaqdır, Einsteinlə danışacaqdır. Əgər siz ona desəniz ki, mən Newtonu, Einsteini, kvantı neynirəm, mənə sırf fizika elmindən danış desəniz, müəllim sizə nə cavab verəcəyini bilməz. Bəzən asan şəkildə deyilir, səhih hədislər var, Quran-ı Kərim var. Bunlar olduğu halda mən neynirəm, İmam Əbu Hanifə nə dedi, İmam Şafi nə dedi, İmam Malik nə dedi. Mən sırf Quran nə deyirsə, hədis nə deyirsə, onunla əməl edəcəyəm, mənim məzhəblər heç bir ehtiyacım yoxdur deyirlər. Bu söz əziz qardaşlar, eyni ilə nəyə bənzəyir? Mən fizikanı Newton, Einstein, kvant və s. alimlər olmadan anlayacağım sözünə bənzəyir. Dinimizdəki bəzi məsələlərin qapalı olması ki, bəzi məsələlər qapalıdır deyə alimlər arasında ixtilaf yaranmışdır. Ayrı-ayrı ictihadlar meydana gəlmişdir. Bu məsələlərin, dindəki məsələlərin, bəzi məsələlərin qapalı olması dinin özünün bu naqisliyi sayıla bilərmi? Bu əksizliyi sayıla bilərmi? Dindəki əksizliyi görülə bilərmi? Xeyr əziz qardaşlar. Əksinə, bu dinin bir üstünlüyüdür. Çünki dində bəzi qapalı məsələlər vardır ki, onlara aydınlıq gətirilməlidir və insanlar düşünməli, daşımalı, fikir yürütməlidirlər. Əgər dindəki bütün məsələlər 2 + 2 bərabərdir 4 səviyyəsində olsaydı, dində bir donuqluq meydana gələrdi, hərəkətsizlik meydana gələrdi və ümumiyyətlə din öz cazibəsini itirmiş olardı. Lakin dində sanki burada bir ilahi bir iradə vardır. Bəzi məsələlər
qapalıdır. İnsanlar düşünsünlər, araşdırsınlar, tədqiqat aparsınlar. Məsələn, biz bilirik ki, ilk intibah dövrü Avropadan öncə İslam ölkələrində baş verdi. Bugün Avropa kimi inkişaf etmiş ölkələrin, digər inkişaf etmiş ölkələrin bu səviyyəyə gəlib çatmasında onlar İslam alimlərinə borcludurlar. Çünki elm oradan başladı. Əgər hər şey kağız kopyala yapışdır səviyyəsində olsaydı, insanlar düşünməzdilər, dində bir donuqluq meydana gələrdi. Sadəcə olduğu kimi kopyalamaya çalışarlar və alimlər yetişməzdi. Amma biz bilirik ki, dünyadakı bütün kəşflərin təməli İslam alimlərinin kəşfinə bağlıdır. Odur ki, dindəki bəzi qapalı məsələlər dində əksiklik yaradarmı sualı cavab olaraq deyə bilərik ki, əksinə bu dindəki bir üstünlükdür. Əgər belə olmasaydı, alimlər yetişməzdi. İnsanlar düşünə bilməzdi. Hər şey kağız kopyala yapışdır səviyyəsində olardı. Burada sanki ilahi bir iradə vardır, əziz qardaşlar. Biz hansısa bir məzhəblə getmək məcburiyyətindəyikmi? İkinci sualı bu şəkildə qoymuşduq. Bəli, əziz qardaşlar, biz hansısa bir məzhəbi tutmaq məcburiyyətindəyik. Amma bu məcburiyyət ilahi əmr şəklindəki məcburiyyət deyildir. Yəni Allah Rəsulü sallallahu aleyhi ve sellem bizə bunu əmr etməmişdir. Quranda belə bir əmr yoxdur. Amma bunun xaricində başqa bir çıxış yolu da yoxdur. Məsələn, bəzən səhih hədis var, Quran-ı Kərim var. Biz nə üçün bunu qoyub İmam Əbu Hanifə, İmam Şafini təqlid edək deyirlər. Bunu deyən özləri belə, bunu deyən kəslər belə mütləq özləri də bir məzhəbdədirlər. Çünki qarşılarına çıxan bir məsələni həll etmək üçün nə etməlilər? Hansısa bir kitaba müraciət etməlilər, hansısa bir alimə müraciət etməlilər. Alimlər isə bəzi məsələlərdə ixtilaf ediblər. Dolayısıyla onlar da hansısa bir məzhəbin yolunu tutmuş olurlar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dövründə məzhəb varmı ki, bu suallar da çox verilir. Bir hədisi xatırladım, əziz qardaşlar. Yəqin ki, bu hədisi hər biriniz bilirsiniz. Allah Resulü sallallahu aleyhi ve sellem Muaz bin Cəbəl radiyallahu anhı Yəmənə göndərir və ona sual verir. Ora getdiyin zaman, qarşına bir məsələ çıxdığı zaman hara müraciət edəcəksən? Muaz radiyallahu anh da deyir ki, ya Resulullah, Qurana müraciət edəcəyəm. Allah Resulü soruşur ki, əgər orada tapa bilməsən, demək ki, Quran-ı Kərim biz bilirik 23 il ərzində nazil oldu. Bəzi ayələr hələ nazil olmayıb. Demək ki, əgər Qurandan tapa bilməsən, Muaz radiyallahu anh deyir ki, hədislərə müraciət edəcəyəm. Bəs hədisdə tapa bilməsən, demək ki, hələ hədislər də tam deyil. Allah Resulünün ömrü 23 illik peyğəmbərlik dövrü vardır. O zaman Muaz radiyallahu anh deyir ki, mən istihad edəcəyəm. Yəni, düşünəcəyəm, daşınacağım, Quran və sünnəyə uyğun bir fətva verməyə çalışacağım. O günün şərtlərini düşünsək, Peyğəmbərimizin yanına qayıdıb gəlib soruşa bilməz. Rabitə sistemi günümüzdə kimi inkişaf etməmişdir. Və istər-istəməz, bəlkə də Peyğəmbərimizin dediyi şəkildə deyil, başqa bir fətva vermiş olacaq. Amma Allah Resulü sallallahu aleyhi ve sellem onun bu sözündən razı qalır və sevinir. Peyğəmbərimiz sadəcə Muaz bin Cəbəl radiyallahu anhı Yəmənə göndərməmişdir. Başqa ərazilərə də başqa səhabələri göndərmişdir. Və müxtəlif məsələlərdə ixtilaflar vardır. Amma bu təbii bir prosesdir. Yəni, Rasulullah sallallahu aleyhi ve sellem dövründə heç bir ixtilaf yox idi, heç bir məzhəb yox idi deyənlər, bunu bilsinlər ki, düzdür, adı Şafi, Hanəfi, Maliki, Həmbəli olmasa da, amma buna aid kitablar da var, sahabənin ixtilafına dair kitablar da var. Demək ki, o dövrdə də yollar var idi, məzhəblər var idi. Amma bu təbii prosesdir, təbii bir nəticədir, dəyərli qardaşlar. Biz hansı məzhəbi seçməliyik sualı? Günümüzə qədər gələn 4 məzhəb vardır ki, Hənəfi, Şafi, Maliki, Həmbəli. Onların deməli
üsulları işləndiyi üçün, sistematik hala gəldiyi üçün günümüzə qədər 4 məzhəb qalmışdır. Bundan əvvəllər də məzhəblər var idi mi? Var idi. Sadəcə olaraq onlar tarix səhnəsindən silinib getmişlər. Məzhəblər, üsulları işlənmiş, sistematik hala gəlmiş 4 məzhəb qalmışdır. Bu günlərin biz, məsələn, Azərbaycanı, Türkiyəni götürsək, daha çox Hənəfi məzhəbi təqlid olunur. Əgər, məsələn, Şafi məzhəbini Misirdə və yaxud da İordaniyada daha çox insanlar bu məzhəbi təqlid edirlər. Səudiyyə Ərəbistanında Həmbəli məzhəbi daha çox təqlid olunur. Və yaxud da Maliki məzhəbi Şimali Afrikada daha çox təqlid olunur. Biz, məsələn, Azərbaycanda nə üçün daha çox Hənəfi məzhəbi təqlid olunur? Çünki Hənəfi ədəbiyyatları bizə daha əl çatandır. Əgər biz, məsələn, Səudiyyə Ərəbistanda yaşasaydıq, biz Həmbəli məzhəbini daha çox təqlid edərdik. Çünki orada Həmbəli məzhəbinin ədəbiyyatları bizə daha çox əl çatan olduğu üçün. Bəzən müsəlmanları bu sualda çox narahat edir ki, əgər bütün məzhəblər dəlillərini Quran və sünnədən almışdırsa, bu ixtilaflar nəyə görədir? Əziz qardaşlar, ixtilafların başlıca səbəbi dini mətnlərdəki o kəlmələrin müəyyən qədər qapalı olması, müəyyən qədər başqa-başqa fikirlərə qapı açmasıdır. Məsələn, bir hədis deyim. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Lə salate illə bi fatihatil kitab." Fatihəsiz namaz yoxdur hədisi. Bu hədis ilk baxışda Fatihəsiz namaz batildir şəklində anlaşılır. Və bu şəkildə anlayan alimlər də olmuşdur təbii ki. Amma Hənəfi məzhəbi bu hədisi necə anlayır? Başqa bir hədislə müqayisə edərək. Allah Resulü sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurur ki, məscidə qonşu olanın namazı yoxdur. Bu hədis də "Lə salati illə" qəlbində gəlibdir. Yəni, heç bir alim deməmişdir ki, məscidə qonşu olanın namazı qəbul deyildir. Odur ki, bu iki qəlbdə gələn hədisləri Hənəfi məzhəbi bu şəkildə qəbul etmişdir ki, yəni Fatihəsiz namaz tamam kəmal deyildir. Qüsurludur, amma batil deyildir namaz. Bu şəkildə anlamamışlar. Və digər məzhəblər də əlbəttə ki, özlərinə uyğun şəkildə dəlillərini gətirərək məsələlərə yanaşmışlar. Amma bayaq söylədiyim kimi, bu ixtilaflar təbii doğan ixtilaflardır. Əslində bu dinin bir üstünlüyüdür. Çünki alimlər araşdırmasaydı, alimlər fikir yürütməsəydi, dolayısıyla alimlər yetişməzdi. Amma məsələ məzhəbçiliyə gəldikdə isə, məzhəbçilik olduqca doğru bir şey deyildir, fəsaddır, fitnədir. Məzhəbçilik nədir? Yəni, yalnız mənim məzhəbimin dediyi alimlər doğru söyləyirlər, sənin məzhəbinin alimləri isə yanlış söyləyirlər. Bu isə əlbəttə ki, fitnəyə aparan yoldur. Hansı ki, alimlərin heç biri mənim fətvam doğrudur, mütləq mənim fətvamla getməlisiniz. Belə bir söz heç kim deməyibdir, cürət etməyib buna. Əksinə bunu deyiblər, mənim söylədiyim fətva doğrudur, qarşı tərəfin söylediği yanlıştır, amma doğru olma ehtimalı da vardır. Dolayısıyla alimlər belə dediği halda ki, və hər bir alim də özünü mütləq bir məzhəbə, yəni bizim bildiyimiz mötəbər alimlər hər biri özlərini bir məzhəbə nisbət ediblər. Biz də adi bir insanlar, alim olmayan insanlar əlbəttə ki, mütləq bir məzhəbi təqlid etməliyik ki, məsələlər bizə asanlaşsın. Yəni, dində bütün məsələlər 2 üstə gəl 2 bərabərdir 4 səviyyəsində deyil ki, biz rahat bir şəkildə hər bir şeyi anlaya bilək. Yəqin ki, bu dediklərim inşallah qismən də olsa anlaşılmışdır. Çalışan dəyərli qardaşlar, məzhəbçiliyə yol verməyənin, yalnız mən doğruyam, yalnız mənim dediyim doğrudur. Bu yalnız fitnəyə aparan yollardır. Müsəlmanların qardaşlığını zədələyən bir məsələdir. Allah müsəlmanların birliyi və bərabərliyini artırsın. Amin.